əvəzlərdən biri məna növünə görə digərlərindən fərqlənir. Baxırıq ki, kimsə nə əvəzləyir? Qeyri-müəyyən. Nə isə hamı, hərə. Bir dənə filan nə əvəzləyir? Təyin əvəzləyir. Sonra 5'e baxırıq. Nümunəsində bu işarə əvəzi hansı nitq hissəsini əvəz etmişdir? Baxırıq. Deyir ki, bu bizim ən müqəddəs vəzifəmizdir. Vəzifəmizdir. Nə bu? Nəyin sualdır yoldaşlar? İsmi. Deməli, nəyə əvəz edəcək? İsmi. 7'ye baxırıq. Belə məsələlər hamını yaman yorub cümləsində əvəziyin hansı məna növləri işlənib deyirsə, belə nə əvəziydi? İşarə. Hamınıdakı qeyri-müəyyən. Bəli. Deməli, işarə və qeyri-müəyyən. Gəldi 11'e baxırıq. O adam öz taleyindən nigarandır. Bildiniz ki, burada o adam hansı adam işarədir? Özdə təyinidir. Deməli, nə olacaq? İşarə təyini. Sonra 12. O əvəzindən sonra vergül istifadə edilə də bilər, edilməyə də bilər. Yəni, demək istəyir ki, siz bunu iki cür düşün. İki cür düşün. İki cür düşün nə deməkdir? Bəli, sən onun şəxs əvəzi kimi də düşünə bilərsən, işarə əvəzi kimi də düşünə bilərsən. Biri var deyirsən ki, o bağda işləyirdi. Məsələn, Əli bağda işləyirdi. Bu zaman sən burada vergül istifadə edirsən. Amma biri də var deyirsən ki, o bağ, vergülsüz, o bağ, hansı bağ, o bağ. Bu zaman siz sifət əvəzi edəcək. Deməli, D variantını iki cür düşündük. Sonra 15'e baxırıq. Bu əvəzindən sonra vergül olmamalıdır deyirsə, bugün onunla danışacağım. Burada bugün vergül niyə olsun ki, yoldaşlar? Elə A variantıdır. Bildiniz? On 7'də hansı cümlədə o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Yenə də iki cür düşün. Biri var deyirsən ki, o kəndə getdi. Məsələn, Əli kəndə getdi. Vergül qoyuruq. Bir də var deyirsən ki, o kənd. Neçə dənə kənd var? Deyirsən ki, o kəndə getdi. Hansı kəndə, hansı sualına cavab verirsə, deməli biz onu işarə əvəzi kimi düşünürük. Deməli, həm şəxs kimi düşündük, həm də işarə əvəzi kimi. Variantımız oldu C variantı. Sonra 18'də birində vergül düzgün qoyulmamışdır deyirsən. Deyir ki, o gəlməyəcək. Siz bilirsiniz ki, o'dan sonra fiil, köməkçi və əvəzlik gəlirsə vergül olmayacaq. Fiildə fiil sifəti istisna, köməkçi nitq hissəsində modal söz nida istisna. Modal sözdə də nədir istisna olan? Elə bir güya sanki bəli. Deməli, Y variantında vergül olmayacaq. 20'ye baxırıq. Sual əvəzliyinin köməyi ilə yaranan sual cümləsi. A variantında Samir kənddə yaşayır ki, bu sual ədatıdır. Sən məndən küsmüsənmi? Sual ədatıdır. Niyə bizə gəlmirsən də ki, niyə sual əvəzliyidir? Məgər sual ədatıdır. Bəs sual ədatıdır yoldaşlar. Demək, variantı olur C variantı. 25. O bu əvəzliklərdən sonra durğu işarələri düzgün qoyulmamışdır. Bu ömür kitabımdır. Burada vergül var, doğrudur. O yerlərin meşələri çox səfalıdır. Hansı yerlərin? Hansı yerlərin deyirsə sifət əvəzi edib olmayacaq. Hələ o tələbəlik illərini xeyli xatırlayacaqsan. Olmur. Hələ o tələbəlik illərini. Hansı tələbəlik illərini dediyin üçün sən götürəcəksən bunu deməli. İşarə əvəzi kimi. Sonra o alnından qaldırdığı eynəyini çıxartdı. Kim o olmalıdır?
Bu müəllim 4-cü kursda mühasirə oxuyacaq. Burada da deyirsən ki, hansı müəllim? Əgər o bu sifəti əvəz edibsə, deməli vergül olmayacaq. Nəticədə 2, 3, 5. Orada müəllimdən sonra vergül qoyulur. Bu müəllim 4 xeyr. Sonra 25-də o əlbəttə gələcək cümləsinə o əvəzindən sonra nə üçün vergül qoyub? Çünki özündən sonra nə gəlib? Modal söz. Özündən sonra modal söz işləndiyinə görə. Deməli, hansı əvəzilər sifətin yerində işlənə bilir deyirsən? Baxırsan ki, o insan mənim qardaşımdır, bu insan mənim qardaşımdır, həmin insan mənim qardaşımdır. Yəni, variant B. 32. Əvəzin mənaca hansı növü işlənmişdir deyirsən? Hamı nə əvəzidir? Qeyri-müəyyən. Sonra 36-ya baxın. Qeyri-müəyyən əvəzilər hansı bənddə verilib? Hərəsindən birini çıxırsınız. Onlar şəxsi bütün təyinidir. Mən şəxsi, o şəxs işarədir. Nəticədə biri hamı, hərə qeyri-müəyyən əvəzliklərdir. Əlamətlərdən biri şəxs əvəzliklərinə aid ola bilməz deyirsə, siz bilirsiniz ki, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Təkdə cəmdə olur, mübtədə tamamlıq xəbər olur, hallanır, xəbərli şəkilçilərini qəbul edir, amma mənsubiyyətə görə dəyişmir. Əvəzliklərdən birində hal şəkilçisi yoxdur deyirsə, da olacaq yerli kal, dan olacaq çıxışı xal, əl olacaq yönlü kal, sonra sizə olacaq yönlü kal. Amma hərdən hərə leksik şəkilçidir. 43. O əvəzindən sonra vergül qoyulmalıdır deyirsən. Deyir ki, o xalqının üsyan deyən səsidir. Kim? O. O ayaq dəyməyən hansı? O sərtliklə bu incəlik hansı? O sonsuz səbrinin hansı? Burada da 2 köməkçi gəlir, deməli vergül olmaz. Buna görə variantın A. 45-ə baxaq, qaydarıq ora. 45-də durğu işarəsinin səhv işləndiyi cümlələri müəyyənləşdirin deyirsən. Baxırsan burada. Gülçin dərslərini oxu. Burada xitabdır deyə, bəli. Vergül olmalıdır. Bəli. Aysa. Bu nədir yoldaşlar? Fiildir. Deməli vergül olmaz. Afərin sənə. Əvəzlikdir, vergül olmaz. Nə? Köməkçi hissəsidir. Yəni bağlayıcıdır yoldaşlar. Buna görə vergül olmaz. Güman ki də modal sözdür deyə vergül olacaq. Deməli götürəcək biz 2, 3, 4. Yeməli. Sonra 48-də 48-ə baxırıq. Həm insana, həm digər canlılara, həm də cansız əşyalara aid olan şəxs əvəzi hansı olacaq? Təbii ki, üçüncü şəxsdə. Məsələn, deyirsən ki, o hərəkət edir. Bilmirsən, uşaq hərəkət edir, yoxsa yarpaq hərəkət edir, yoxsa tank hərəkət edir. Bəli. Sonra 50. Hansı cümlədə işarə əvəzi ismin yerində işlənmişdir? Bax, bunu özümə götürürəm. Nə deməli? Yəni, bu qələmi özümə götürürəm. Buradakı nə olacaq? Bizim təsirli hal şəkilçimiz. Deməli, ismin yerində işlənir. Deməli, isimlə işlənir. Amma o uşaq hansı? Belə gün hansı? Bu çiçək hansı? Bu oğlan hansı olduğu üçün götürmürük. Oldu variantımız A. Sonra 52. Əvəzi zərfə əvəz edib. Sən bilirsən ki, əvəzin zərfə əvəz eləməsi üçün ən çox ya elə belə olmalıdır, ya da sual əvəzlikləri olmalıdır. Y variantına baxırsan ki, belədən sonra feil gəlib, deməli nəticədə əvəzi zərfə əvəz edib. Özün burada nəyə əvəz edib sizcə? İsmi, çünki üstündə mənsubiyyətdir. Bəziləri toplaşırlar. Qeyri-müəyyən əvəzi üzərində cəmbə, onların bəziləri mənsubiyyət var. İsim əvəz edib. Həmin əhvalat nəyə əvəz edib sizcə? Yəni, nitq hissəsi olaraq həmin ancaq sifətdə əvəz edirdi.
Bizi nəyə əvəz edib? İsmi. Elə söhbətdə bizi narahat edib. Burada da ismidir. Bəs buradakı ilə nəyə əvəz edib? Sifətidir. Deməli, variantın diğer yoldaşımızın burada 44'ü qalmışdı. O əvəzliyindən sonra vergül qoyulmamalıdır deyirsə, bugün o getməlidir. Bu nədir? Fiil. Vacib şəkli. Deməli, burada vergül olmaz. Əli 7. Cümlələrin birində sual əvəzi mübtədə vəzifəsindədir. Mübtədanın sualları kim, nə, hara. Deyirsən ki, niyə mənimlə getmək istəmirsən? Bu zərfliyin sualdır. Sən nə vaxt gələcəksən? Zərfliyin sualdır. Kimi axtarırsınız? Burada da vasitəsiz tamamlığın sualdır. Nəyi bizdən artıqdır deyirsən, amma burada diqqət edirik. Onun nəyi bizdən artıqdır? Artıqdır, nəyi mübtədadır? Çünki üzərindəki nədir yoldaşlar? Mənsubiyə şəkilçisidir. Ona nə dedilər? Burada qeyri-müəyyən təsir aldı. Yəni nəyi dedilər anlamındadır. Ona görə olacaq tamamlıq. Oldu variantımız, D variant. 56. Qeyri-müəyyən əvəzi mübtədə vəzifəsində işlənsin deyirsə, qulaq asırıq. Hər şeydən danışmaq olmaz. Burada nədən? Hər şeydən danışmaq olmaz. Olmaz nə? Hər şeydən danışmaq. Ümumiyyətlə, burada mübtədə deyil, tərkibin tərkibindədir. Heç kimdən ehtiyat etmək. Ehtiyat etmək kimlə? Heç kimlə. Burada da tamamı. Bunları keçməmişik deyə mən sizə tam təfsilatını izah eləmirəm. Səndən qeyri biz hər şeyi bölə bilərik. Bölə bilərik. Nəyi? Hər şeyi. Burada da tamamlıqdır. Kimsə arxada dayanmışdır. Dayanmışdı. Kim? Kimsə. Burada nədir? Mübtədadır. Hamıya silah verildi. Kimə? Hamıya vasitəli tamamlıqda oldu. D variant. Bunlar keçmədiyimiz mövzulardır hələ ki. 58-də işarə əvəzi feillə əlaqələnib. Bu demək ki, özündən sonra feil gəlsin. Baxırsan ki, bax belə söz-söhbət isim gəlib, isimlə əlaqələnib. Belə iş, bu da isimdir. Amma belə danışmaqdakı danışmaq nədir yoldaşlar? Feildir. Belə xət, bu da gördüyünüz kimi isimdir. Dostum belə məni anlamırdı, bu ədatdır. Götürürüz C variantı. 65. 63. Nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin deyirsə, virgül qoyulub. Daha köməkçi gəlirsə virgül olmaz. Əvəzlik gəlibsə virgül olmaz. O yer hansı yer? Sifət əvəz elədiyi üçün olmaz. Feil gəlib olmaz. Amma desən ki, o buradadır. Əgər özündən sonra zərf gəlibsə, virgül olacaq. Ona görə variantın D. 64-ə baxırıq. Nümunə ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Harda əcdadımın ayaq izi var? Bu zəfər bayrağı orada dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar onun hüzuruna salama gəlsin. İndi baxırsan ki, harda sual əvəzidir. Bu zəfər bayrağı işarədir. Keçdiyi yerlərdə də onun hüzuruna, onun şəxsdir. Deməli, yoldaşlar, ardıcıl olaraq sual, işarə, şəxs əvəzi işlənir. İşarə əvəzi, sifət əvəzi. Bu zəfər bayrağı hansı zəfər bayrağı? Əvəzin iki müxtəlif məna növü. Gördüyün kimi sual, şəxs, işarə 3 müxtəlif məna növü var. Əvəzliklərdən biri quruluşu düzəltmədir deyirsə, gördüyün kimi bu, harda, onun hamısı sadədir. Sonra şəxs əvəzi yiyəlik haldadır. Onun hüzuru. Bəli. Onun hüzuru. Bu da doğrudur. Məndən də doğruları istəyirsə götürəcəyik 1, 2 və 5. Altmış 5'ə baxırıq. Uyğun fikirləri müəyyənləşdirin deyirsə, diqqətli oluruq. Uyğun fikirlər. Yalnız isim əvəz etmiş əvəzi işlənir. Deməli, birinci cümlədə onun iri gözlərindəki kədər məndə təəssüf qarışıq bir duyğu oyatdı. Burada onu nəyə əvəz edib sizcə? Şəxs əvəz edib və nəyə əvəz edib? İsmi əvəz edib, deməli, doğrudur. Sanki öz gücünü, bacarığını,
Ay sağ ol. Deməli burada sifət əvəzləyib burada götürmürsən. Maraq və intizar burada nə soruşur? Həm ismi, həm sifət əvəzləyəsin. Maraq və intizar mənim ismi, bütün duyğularımı, sifəti götürdün. Onların böyüdüklərini gördükcə bütün əziyyətlərimi unuduram. Onların ismi, bütün sifəti götürdük bundan. Mən utandığımdan heç kimin üzünə baxa bilmədim. Məndə ismi əvəzləyib, heç kimdə ismi əvəzləyib. Deməli götürəcəksiniz 3, 4, oradan da 1. Bildiniz? 60. 67. Altmış yedidə bizə nə deyir? Doğru fikirlər istəyir. Baxırıq. O hamıda təəccüb oyadan bir məharətlə bütün imtahanları verib riyaziyyat fakültəsinə daxil oldu. Burada o nə vəziyyidir? Şəxs. Hamı qeyri-müəyyən. Bütün təyin. Bəli. İndi baxırıq görək nə istəyir bizdən. Əvəzliyin 3 müxtəlif mənalı. Gördüyün kimi şəxs, qeyri-müəyyən, bir də təyini. Götürdün biri. İsmi əvəz edən əvəzilər ismin müxtəlif hallarındadır. İsmi əvəz edən əvəzi hansıdır? O hansı haldadır? Adıq haldadır. Nihatəyə qulaq asırsan. Hə. O baxırıq ki, şəxs əvəzi də adıq haldadır. Hamıda da qeyri-müəyyən əvəzlikdir və yerlik haldadır. Müxtəlif hallardadır deyirsə doğrudur. Sifəti əvəz edən əvəzlik quruluşuna görə digərlərindən fərqlənir. Bu yanlışdır çünki hamısı sadədir. Yerlik halda olan qeyri-müəyyən əvəzlik cümlənin zərfliyidir. Yanlışdır. Daxil oldu kim o? Nə tərzdə? Nə tərzdə bir məharətlə, necə? Hamıda tərcüb oyadan. Ümumiyyətlə, tərkibin tərkibindədir. Baxırıq ki, yanlışdır. Şəxs əvəzliyi müftədanın ifadə vasitəsidir. Kim o? Daxil olub kim o? Bu da düzdür. Deməli, götürəcəksən 1, 2 və 5. 1, 2, 5. Yetmiş birə baxırıq. Deməli, 71-ə. Halana bilsə də birbaşa hal şəklisi qəbul edə bilməyən əvəzlər. Siz bilirsiniz ki, öz əvəzi, bəzi əvəzi, elə əvəzi birbaşa hal şəklisi götürə bilmir. Hallanması üçün nə olmalıdır? Özün, bəzisi, eləsi. Deməli, götürəcəksən öz, bəzi, elə. 1, 3, 4. 70. 74'e baxırıq. Deməli, verilmiş cümlələr sən cədvəldəki doğru fikirləri müəyyən edin deyirsə, doğruları tapacaq. Birinci cümlədə biz şəxsdir, ikinci cümlədə onun şəxsdir. İkinci cümlədə bütün təyinidir, burada da o şəxsdir. Ortaq cəhət sifəti əvəz edən əvəzi birinci cümlədə yoxdur deyə səhvdir. Tərkibində şəxs əvəzi var, bəli, birinci cümlədə də var, ikinci cümlədə o var, bu doğrudur. Adıq halda olan şəxs əvəzi cümlənin mübtədasıdır. Çiçək açardı, nə o? Burada mübtəda budur. Amma birinci cümlədə tərkibin tərkibindədir. Və yaxud da ki, parçalanmışdır. Nəyi onu? Burada başa düşdük ki, mübtəda deyil. Ortaq cəhət deyil. İsmi əvəz edən əvəzi işlənmişdir. Hər ikisində işlənib ortaq cəhətdir. Tərkibində təyin əvəzi var deyirsə, ikinci cümlədə var, birinci cümlədə yoxdur. Feili birləşmənin aslı tərəfi kimi işləmiş əvəzi var. Feili birləşmənin aslı tərəfi kimi birinci cümlədə var, amma burada müstəqildir deyə bu da yanlışdır. Deməli, birinci cümlədən doğrunu götürəcəksən 2, ikinci cümlədən isə ikinci sütundan səfər götürəcəksən 5, 6. Və 2, 5, 6. B variantı. 79.
Əsasən cədvəldəki uyğun fikirləri müəyyənləşdirin deyirsən. Bir dənə bunu mən kitabını oxuyayım. 70 neçə idi bu? 79'da. 79'da deyir ki, bundan təxminən 3 il sonra onu Bakıya gedən qatarda gördüm. İkinci cümlədə bütün müəllimlərimiz onun səlis axıcı natiqlik qabiliyyətindən qibtə edirdilər. İndi baxaq. Deyir, birinci cümlə ilə bağlı doğru fikri müəyyənləşdirin. Birinci cümlədə bir var bundan çıxış halda, bir də var onu təsdiq halda. İkinci cümlədə isə yalnız onun qəbul edir. Deyir, hər iki əvəzi hal şəkilsi qəbul etmişdir. Doğrudur. Müxtəlif məna növlərində olan əvəzliklər həm də ismin müxtəlif hallarındadır deyirsə, bundan bir də onu. Deməli, bu nə əvəzi idi? O nə əvəzi idi? Əvəzliklər müxtəlif hissəsini əvəz edib, səhvdir çünki ikisi də isim əvəz edib. İkinci cümlə ilə bağlı həm ismi, həm sifəti əvəz edir. Bütün burada gördüyümüz kimi sifəti əvəz edib, onun da ismi əvəz edib. Doğrudur. Şəxs əvəzi mənsubiyyə şəkilsi ümumiyyətlə qəbul edə bilməz, bilirsiniz. Təyin əvəzi cümlədə təyin vəzifəsindədir. Bütün müəllimlərimiz onun səlis, axıcı natiqlik qabiliyyətini qibtə edirlər. Qibtə edirlər kim müəllimlərimiz? Hansı müəllimlərimiz? Bütün müəllimlərimiz bu şəkildə. İndi birincidən 1-2 götürəcəksən, ikincidə də 4-6 götürəcəksən. Variantımız? İkincisi yanlış fikirler. Yanlış fikirlər deyir. Deməli, ikincidə yanlış fikirlər şərti oxumadım. Deməli, birincidən doğru fikirlər götürəcək 1-2, ikincidən də yanlış fikir götürəcək 1-2-5. Sonra 81. 81. İndi diqqətli olun. Hansı cümlələrdə sual əvəzi işlənib deyirsə, kim vağzala tələsirdi də kim sual əvəzidir? Salon ulduz kimi parlayırdı mı? Bu sual ədatıdır. Qatar nə vaxt keçdi? Nə vaxt sual əvəzi idi? Bəs sual ədatıdır. Onlar hansı bir nəyə köçdülər? Hansı sual əvəzi? Deməli, 1, 3, 5. Səsən 3. Bizdən hansı əvəzlikləri istəyirsizcə? Təyin əvəzlikləri. Təyin əvəzlikləri. Deməli, yazacaqsınız bütün, bir də filan. Sonra bitdi tez.